Bilirik, hardasa bilmirəm. Amma biz... Ana niyə günahlandırsın? Anan gözünlə od götürüb uşaqları böyüdüb. Psixologiyada bir anlayış var, deyir, əsl qadın, əsl ana. Kişi ilə tanış olanda şuuraltı olaraq o hiss eləyir ki, bu mənim uşaqlarımı atalıq eləyə biləcək, yoxsa yox. Hamı eyni zəkadadır. Hamı eyni zəkada, həm eyni intellektdə deyil axı. Amma Kənd qadınları şuuraltı bir. 30 il bir insanla bir evdə yaşıyorsan, İstanbul'da. Akademik danışır. Cahil şuuraltı. Akademik danışır. Ay xanım, siz hansı, harada yaşamısınız? Harada anadan olmuşsunuz? Qizmən, mən onu deyirəm ki, uşaqları Sual dünyaya verirəm, deyirəm, harada anadan olmuşsunuz siz? Mən Laçında, Azərbaycan. Çox gözəl. Siz neçə il, Laçında siz cavan olardınız da? Uşaq vaxtı gəldim. Uşaq vaxtı. Yaxşı, burada harada məskunlaşmışdınız? Burada, yəni ki, əvvəl gəldik. Siz yaxşı, belə sual verim. Heç belə görməmişsiniz ki, qıza gəlir, atası deyir ki, qızım elçi gəlib, sən buna getməlisən. Amma öz sözlü deyən qızlarda çox... Öz sözünü deyən... Mən şəxsən ailə quranda, mən həyat atam dedi ki,